İndi çıxın Adnan haqqında, Adnanla şəkil paylaşanlar, Adnana müəllim deyənlər, hardasınız qəhbənin balaları? Mən Elşad Adnanı müdafiə edirəm. Niyə? Çünki Adnan Əhmədzadə haqsızlığa uğrayıbdır. Bəli, İlham Əliyevin dustağıdır. Azərbaycanda İlham Əliyev erməni əsrinin qolunda 2 blok sigaretdən danışan adamdır. Aydındır, Adnan Əhmədzadəyə təcili azadlıq tələb eləyirəm. Təcili İlham Əliyevin dustağıdır. Hardan tələb edirəm? Özü sokarların içərisindən. İndi Adnan Əhmədzadə həbs olundu. Sokar gəlirlərindən uşaq pulu veriləcək. Hə? Neft gəlirlərindən uşaq pulu veriləcək. Yoxsa qabaqdan qış gəlir, qazımızın limiti götürüləcək, qaz havayı olacaq. Hə? Nə dəyişəcək? Hə? Dəyişən nədir? Nə